xəstə qəlblərin vəsiflərindən ölmüş qəlblər. Hansı ki, o qəlbə heç bir şey təsir eləmir. Ölü kimidir, meyit kimidir. Nə qədər sən ona moizə dinlətsən də, öyüd nəsihət versən də, o qəlb sanki ölmüş bir qəlb kimidir. Bu da xəstə qəlblərin vəsiflərindəndir. Necə ki, Uca Allah bu barədə öz kitabında buyurur: "Əvəmən kənə meytən fəəhyəynəhu və cəalnə ləhu nuran yəmşi bihi fin-nas, kəmən məsəluhu fiz-zulumati leysə bixaricin minhə." Heç küfrlə, yəni ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur, yəni İslam dini verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Allah Subhanahu wa Ta'ala yəni qeyri-iman əhlini, iman gətirməyən bir insanı ölü adlandırdı, onu ölü olaraq vəsf etdi. Lakin diri qəlb sahibi, həqiqi yaşayan qəlb odur ki, o haqqı tanıyır, haqqı qəbul edir, onu sevir və haqqla təsirlənir. Lakin ölmüş qəlb sahibi isə onda bu hissiyat olmur və haqqı qəbul etmək istəmir.